Salam dəyərli şagirdlər və MİQA sertifikasiyaya hazırlaşan dəyərli üzvlər. Gəlin belə bir qəbul sualına baxaq. Deməli, belə bir qrafik verilib. Qapalı qabda azot və hidrogenin reaksiyası zamanı qazların mol sayının dəyişmə qrafiki verilmişdir. Reaksiya bitdikdən sonra qaz qarışığının orta molyar kütləsi 12 qram bölü mol olarsa, X-in Y-ə nisbətini hesablayın. Deməli, ilk öncə reaksiyanı yazıb əmsallaşdırıram və qrafikə fikir verirəm. Qrafikə diqqət etsək, azot tam sərf olunub. Baxın, yəni T oxuna gəlib çatıb artıq. Yəni bu onu göstərir ki, azotdan nə qədər götürülübsə, hamısı reaksiyaya daxil olub. Nə qədər götürülüb azotdan? X mol. Deməli, azotdan X mol reaksiyaya daxil olur. Hidrogenə fikir versək, hidrogenin başlanğıcı Y moldur, amma gəlib belə yarıda qalıb. Yəni bu onu göstərir ki, hidrogenin hamısı tam sərf olunmur. Yəni müəyyən qədər reaksiya daxil olur, müəyyən qədər isə artıq qalır. Biz bilirik ki, azotdan əgər X mol reaksiya daxil olursa, deməli hidrogendən də 3X mol qədər reaksiya daxil olacaq. Çünki azotla hidrogen reaksiya 1-in 3-ə nisbətdə daxil olmalıdır. Ona görə azot X moldursa, hidrogen də 3X mol olmalıdır. Amonyak da 2X mol olacaq. İndi bizə deyir ki, reaksiyadan sonra, yəni son qaz qarışığında bir amonyak olur. Yəni 2X mol amonyak, bir də başlanğıcdan artıq qalan. Hidrogenin bilirik ki, hamısı sərf olunmur tam. Y mol başlanğıcdır, 3X reaksiya daxil olubsa, Y çıxılsın 3X hidrogen artıq qalacaq. Bu iki qaz qarışığının da orta molyar kütləsini bizə veribdi 12. M orta bərabərdir 12-yə. M ortanın tapılma düsturu var. M1 nü1 üstə gəlinsin, M2 nü2 bölünsün, nü1 plus nü2-yə. Yəni 2x vurulsun 17 plus y çıxılsın 3x vuraq 2 bölünsün y çıxaq 3x plus 2x. O da bərabərdir 12-yə. Deməli, buradan da tapırıq ki, y bərabərdir 4x-a. Bizdən x-in y-ə nisbətini soruşur. X bölünsün y-in yerinə isə 4x yazırıq. O da bizə verəcək 4də 1. Deməli, cavabımız olacaq 4də 1 və yaxud da 0,25.